Mərkəzi Bankın yaydığı açıqlamadır. Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyikmi? Və bankın açıqlamasında, Mərkəzi Bankın açıqlamasında qeyd olunur ki, ödəniş xidmətlərinə əlçatanlığın artırılması istiqamətində davamlı olaraq aidiyyatı dövlət qurumları ilə birlikdə zəruri tədbirlərin icrası həyata keçirilir. Bildirilib ki, hazırda təqaüdçülər və dövlət büdcəsindən əmək haqqı alan şəxslərə vəsaitlərin alınması üzrə sərbəst bank seçimi imkanının yaradılması məqsədi ilə Mərkəzi Bank aidiyyatı dövlət qurumları ilə birlikdə görülməli işlər barədə aktiv müzakirələr aparır. Qeyd olunan modelin əsas üstünlüyü təqaüdçülərə və dövlət büdcəsindən əmək haqqı alan şəxslərə onlara xidmət göstərən bankı müstəqil seçmək imkanını təqdim etmək, habelə müştəri bazasının formalaşdırılması üzrə banklar arasında rəqabətliliyin artırılmasına dəstək göstərməkdir. Yəni, indiyə qədər maaş, pensiya kartınızı, tutaq ki, Kapital Bankdan idisə, indi istənilən bir bankı seçmək məsələsi belə deyək, sərbəst olacaq. Xatırladaq ki, bir müddət əvvəl ekspertlər tərəfindən əmək haqqı və pensiyaların vətəndaşın istəyinə uyğun olaraq istənilən bankdan almaq imkanı tanınacağı açıqlanmışdı.